Koreya məhsullarını YesStyle'dan çox münasib qiymətə əldə edə bilərsiniz. Bəs necə sifariş edə bilərsiniz? Gəlin öyrədim. Daxil oluruq YesStyle proqramına. Buradan siz qeydiyyatdan keçə bilərsiniz. Burada həm iCloud-la, həm Gmail-la, həm Facebook-la istədiyinizlə qeydiyyatdan keçə bilərsiniz. Hal-hazırda Mega 26 endirim kodu var və yuxarıda yazılıb ki, əgər $59 alış-veriş eləsəm, ödənişsiz şəkildə çatdırılacaq. Mən öz məhsullarımı seçmişəm. Burada bag hissəsinə daxil oluram. Burada kod hissəsi var. Baxın, burada kupon, bayaqki Mega 26 kodunu daxil edə bilərsiniz. Influencer kodu olaraq isə bu koddan istifadə edərək endirim əldə edə bilərsiniz. Daha sonra isə buradan Continue'yə basırıq. Sizdə də burada point olacaq. Ona da klikləyin. Continue işarəsinə yenidən basırsınız. Adresi necə yazırıq? İlk öncə adınızı, soyadınızı bura qeyd edirsiniz ingilis şriftləri ilə. Sonra isə bura nömrənizi yazırsınız, amma plus işarəsini yazmayın. Daha sonra e-mail adresinizi yazırsınız. Sonra adres bölməsini isə adresinizi dəqiq bir şəkildə qeyd etməlisiniz. Misal üçün bu adresi yazdım. Burada şəhəri yazırsınız. Hansı rayonda yaşayırsınızsa onu yazırsınız. Məsələn, Nizami rayonu. Doğru bir şəkildə olmalıdır poçt kodu. Məsələn, AZ1060. Sonra isə buradan adresinizi save edin. Daha sonra yenidən Continue işarəsinə basırıq. Daha sonra isə ödəniş mərhələsinə keçirik. Apple Pay ilə də ödəyə bilərsiniz və yaxud da bank kartı ilə. Burada kartınızın detallarını qeyd etməlisiniz. Buraya yenidən ünvan məlumatlarını dəqiq bir şəkildə qeyd etməlisiniz. Sonra isə place order edərək məhsulunuzu sifariş verirsiniz. Bir sonraki videoda isə bəyannamə qaydasını sizə izah edəcəm.